Evlə bağlı məsələ artıq 4-cü aydır, səhv eləmirəmsə 5-ci aya daxil oldu ki, gündəmi zəbt edən məsələlərdən biridir. Əslində ondan əvvəl də Ramiz Mehdiyev prezident administrasiyasının rəhbəri vəzifəsindən göndəriləndə 2 ildə Elmlər Akademiyasının prezidenti olaraq fəaliyyət göstərdi və elə o dönəmdən başlayaraq Ramiz Mehdiyev zaman-zaman Azərbaycan ictimai gündəminə daxil oldu. Çünki Ramiz Mehdiyev sıradan bir fiqur deyil, təbii ki. Uzun müddət ərzində Azərbaycan faktiki olaraq müstəqillik əldə edəndən sonraki dövrdə mərhum Heydər Əliyev prezident seçiləndən sonra təxminən 94-cü ildən səhv eləmirəmsə başlayaraq dövlətin ən önəmli strukturuna rəhbərlik eləyibdir. Və bu dövr ərzində etiraf eləmək lazımdır ki, elə qılıncının dalı qabağı da kəsibdir və bütün proseslərə faktiki olaraq icraçı olaraq rəhbərlik edən şəxsdir. Yəni, indi Ramiz Mehdiyev bir qədər də şişirdirlər, amma istənilən halda Ramiz Mehdiyev faktiki olaraq icraçı olubdur, amma icraçılıqdan əlavə də indi üzə çıxan o məlumatlar onu deməyə əsas verir ki, rəsmi tapşırığı əgər Azərbaycan prezidentindən və müvafiq qurumlardan alınmışsa, eyni zamanda paralel olaraq da digər dövlətin, xüsusi xidmət orqanlarının, digər dövlətə rəhbərlik edən ayrı-ayrı strukturların, istər siyasi, istər hərbi və ya xüsusi xidmət orqanları olsun, oradan da xüsusi tapşırıqlar alırmış. Görünən bundan ibarətdir. Paralel siyasət yürüdür. Artıq istintaqın yaydığı məlumatlar da bunu deməyə əsas verir. İndi düz deyilir, təqsirsizlik prezumpsiyası təbii ki, biz Azərbaycan Konstitusiyasına müvafiq olaraq təqsirsizlik prezumpsiyası da var, anlayışı var. Amma istənilən halda Ramiz Mehdiyevin o deyir, görünən dağa nə bələdçi. Doğru. Biz uzun illər ərzində əslində bu adamın Azərbaycan təfəkkürü olmadığına şahidlik eləmişik dəfələrlə. Müəyyən şəxslər indi müəyyən vəzifələrdə ola bilərlər və bəzən biz diferensiasiya eləmirik. İnsanları iqtidarda və müxalifətdə olduğuna görə ayırmamışam. Həm iqtidarda, həm müxalifətdə vicdanı olan və vicdanı olmayan şəxslər var. Azərbaycan dövlətçiliyinə daxildən bağlı olan insanlar var və karyera üçün, öz mənafeyi üçün, şəxsi mənafeyi üçün hansısa bir vəzifədə oturub elə vicdansızcasına ona tapşırılan vəzifəni və ona edilən etimadı o cür xəşkən məmurlar da olubdur. Müxalifətdə də olub, dəfələrlə demişik. Və indi də baş verən hadisələr də onu deməyə əsas verir ki, bir çoxları boğazdan yuxarı müxalifətçilik eləyiblər, bir çoxları bu dövlətin sözün həqiqi mənasında güclənməsinə deyil, əslində hakimiyyətə gəlmək üçün istənilən maraqları satmağa hazır olubdular. Və zaman-zaman görmüşük bunları. Biz içəridən görürdük, amma təbii ki, geniş anlamda cəmiyyət bunu görə bilməzdi və bütövlükdə istənilən cəmiyyətdə narazı kəsim olur və o narazı kəsimin hadisələri sona qədər bilməməsindən, mövcud durumu ola bilər sona qədər lazım səviyyədə məlumatsız olduğu baxımından dəyərləndirə bilməməsindən istifadə edərək bu həmin adamlar onların hissiyatları ilə oynayıblar, hissləri ilə oynayıblar. Liderlik eşqində olublar, prezidentlik eşqində olubdular və bu bəlkə də biraz ağır sözdür, amma 3-5 nəfər ailə üzvlərinə idarə eləyə bilməyənlər dövləti idarə etmək həvəsinə, eşqinə düşübdülər. Və insan öz potensialını dəyərləndirməlidir və mən insanlara o baxımdan deyirəm ki, iqtidarda müxalifətdə olmanın nasıl olmayaraq, vicdanlı və vicdansız kateqoriyasına bölürəm. Çünki insan içəridən dövlətinə bağlı olmalıdır. Bağlı deyilsə əgər, bu pul müqabilində, siyasi karyera müqabilində, hansısa vədin müqabilində istənilən deyək, xarici xidmət orqanlarına da, nə bilim, başqa dövlətlərin mənafeyinə də xidmət eləyə bilər. Bu baxımdan Azərbaycanı istəyən, içindən istəyən, sözün həqiqi mənasında dövlətçiliyə xidmət eləyən hansı sferada olmağının asılı olmayaraq əsl Azərbaycanlıdır, əsl dövlətçidir və bizim də sözdə deyil, əməldə dəfələrlə sübut elədiyimiz bir prinsipimiz olubdur partiya olaraq da, şəxsim olaraq da. Dövlət və milli maraqlar hər şeydən üstündür.
Təbii. İstər siyasi maraqları olsun, istər partiya maraqları olsun, istər şəxsi maraqları olsun, dövlət maraqları olan yerdə bunlar hamısı arxa plana keçməlidir və bu cür yanaşılmalıdır məsələlər. İndi görürsüz, dövlətin ən ciddi bir strukturuna rəhbərlik edən həmin o şəxs məlum olur ki, uzun illər ərzində bu əslində Azərbaycana deyil, Azərbaycana düşmən olan qüvvələrə xidmət göstəribdir.